Bismillahirrahmanirrahim. Salatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmain. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilmen ya kerim. Allahümme fakkihna fi'd-din, Allahümme fakkihna fi'd-din, Allahümme fakkihna fi'd-din. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Ee, Deməli biz 14-cü dərsdə yox, 15-dəyiz. Bəli, 15-ci dərsdəyiz Zad Akademiyasının əqidə dərsliyində və bugünkü mövzumuz nədir? Həmən tövhidin fərdə olan təsiri və buraxdığı izlər. Tövhidin fərddə, hər bir şəxsdə buraxdığı izləri, əsərləri. Mövzumuz budur, elə başlıq elə yazılır. Tövhidin fərddə buraxdığı izlər. Yəni, hər bir tövhid əhli fərd olaraq ona o tövhidin buraxdığı izlər nədir, faydaları, səmərələri nədir? Bax, onları keçirik inşallah. Birinci, burada səmərə nədir? Yəni, biz əsər olaraq burada yazılır, iz, buraxdığı izlər. Birinci, buraxdığı iz dünya və axirətdə xoşbəxtlik və gözəl həyat. Yəni, tövhid hər bir fərddə, o tövhidə sahib olan hər bir fərddə dünya və axirətdə nədir? Xoşbəxtliyə və gözəl həyata səbəb olur. Və orada üstəlik, yəni mətndə bu yazılır. Yəni rahatçılıq, qəlb rahatlığı, o ruh rahatlığı deyirlər məsələn. Yəni bunlar hamısı dünya və axirətdə tövhid əhlinə nəsib olunur. Ki burada Uca Allah buyurub bu məsələyə ayəni dəlil gətirir müəlliflər ki, mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat, həmən məsələyə dair yeri, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə hər halda buraxmışam, əməllərə görə onları mütləq mükafatlandıracaqıq. Ən-Nəhl surəsi, Nəhl surəsi 97-ci abı. Yəni, ayədə deyildiyi kimi həmən mömin olaraq bu şərt ilə, mömin olaraq, iman sahibi olaraq yaxşı iş görən həm kişi, həm qadın fərqi yoxdur. Hamısına əlbəttə gözəl həyat bəxş ediləcək. Həmən həyat o tayyibə deyilən və tayyibə sözü gözəl, xoş və s. Yəni, alimlər demişkən, təfsirdə demişkən, yəni yaxşı mənada olan bu sözün əhatə elədiyi bütün sözlər ona aiddir. Yəni, sadəcə deyir, bunu sözlə belə vəsf eləmək mümkün deyil. Yəni, cənnətdə Allah subhanahu teala bizə bizim anlayacağımız şəkildə, bizim anlayacağımız misallarla dünyadan gördüyümüz şeylərin, məsələn, meyvələrin adları var, amma orada nədir? İbn Abbasın rivayətində gəldiyi kimi radiyallahu anh, ki, orada oxşarlıq addan başqa bir şey yoxdur. Yəni, ad oxşayır, filan meyvə, filan meyvə. Amma keyfiyyəti, dadı, ləzzəti və s. Yəni, hamısı bambaşqa. Allah subhanahu teala Quranda buyurduğu kimi, gözün görmədiyi, qulağın eşitmədiyi və heç bir qəlbdən, yəni, xatirdən, yəni qəlbdən insanın keçmədiyi şeylər olacaq orada. Sadəcə isimlərdir, eyni. Deməli, yəni o gözəl söz, gözəl həyatın tayyibə, yəni vəsf olunmaz bütün, yəni insanın başa düşəcəyi yaxşı nə varsa, yaxşı məna bu sözün içində olan bütün yaxşı mənalar varsa və o yaxşı mənalarla gözəl həyat onu hər bir tövhid əhli fərd olaraq gözləyir. Deməli, xoşbəxtlik və gözəl həyat. Xoşbəxtlik, yəni səadət. Xoşbəxtlik, ərəbcədə səadət. Deməli, sonra nə olur burada? Bunun qarşılığında isə, mətnə keçmədən, bunun qarşılığında isə, yəni tövhid əhli olan, iman sahibi olanlara bu bəxş olunursa, bu vəd olunursa Allah subhanahu teala tərəfindən, başqa ayədə, Bəqərə surəsində səhv etmirəmsə, Bəqərə 124-cü ayələr. Mən ayənin bir hissəsini deyirəm, həmişə dediyimiz kimi, burada zikr olunan ayələr ki var, hədislər imkan varsa, kimlərsə həmən hədis kitablarını yerini bilsə, həmən o tamamıyla, yəni ayənin əvvəlləri və yaxud ondan bir neçə ayə əvvəl, ondan bir neçə ayə sonra oxumaq məsləhətdir. Hədisin bir hissəsidirsə, bütöv hədisi kim taparsa oxumaq, yəni bildiyimiz şey olsa belə, təkrarda mömin üçün fayda var. Onu tam yerində oxumaq daha gözəl. Biri var, sadəcə bir kitab insan qabağına qoyub oxuyur. Biri də var, keçdiyi mövzudu, dərsli və s. bir araşdırma kimi əlavə bir fayda olsun deyə. O, bu cür oxuyanda daha yaxşı yazılır onun yaddaşına.
Deməli, bu ayənin müqabilində burada möminlərə, tövhid əhlinə nə vəd olunur? Xoşbəxt, gözəl həyat vəd olunur. Düzdür? Amma həmin Bəqərə surəsi 124-də Allah Subhanahu taala buyurur, mənaca, məlum deyirik biz belə. Deməli, tərcümədən oxumadan. Yəni kim məni Allah Subhanahu taala buyurur ki, məni zikr etməkdən kim üz döndərərsə, e'rad, kim üz döndərərsə, biz ona yəni dar, sıxıntılı bir həyat bəxş edərik. Yaşayış, həyat belə, məişə, dankə. Yəni dar, sıxıntılı nə? Yəni Allahı zikr etməkdən kim üz döndərərsə onlara, bu yaxki möminlərə zidd olaraq, tərs olaraq onlara gözəl həyat, bunlara isə Allah bizi onlardan olmaqdan qorusun. Onlara isə həmin dar, sıxıntılı bir həyat, yəni dözülməz bir həyat bəxş edəcək, nəsib edəcək və qiyamət gündə onları kör. Hətta ayənin davamında deyir ki, ya Rabbi, mən həyatda yəni kör olmaya, yəni görürdü gözlərim, mən niyə kör həşr etdin? Onları, o insanları Allah Subhanahu taala Quranda buyurur ki, həmin ayədə onları kör olaraq həşr edəcək. Yəni bu nədir? Həmən bu şeyin qarşılığında, gözəl həyatın qarşılığında həmən o sıxıntılı, dözülməz həyat, həmən o mükafat qarşısında isə kör həşr ediləcək Allahın zikrindən üz döndərənlər. Bu Bəqərə 124-də idi, bu mətndə deyil, yəni mətn onsuz da var sizdə. Deməli, mətnə davam edək. İbn Qeyyim rahimehullah demişdir: İxlas və tövhid qəlbdə bir ağacdır. İxlas və tövhid, bu iki xislət qəlbdə bir ağacdır, ağac bənzədir. Deməli, budaqları, həmən ağacın budaqları əməllərdir. Budaqlar nədir? Ağaca bənzədir. Ağacın budaqları var, kökü var, səmərələri, meyvələri var. Yəni o tövhid və ixlas ağacın özüdür, köküdür. Ağacın budaqları nədir? Həmən o əməllərdir. Yəni tövhidin, insanın tövhidin nəticəsində tövhidin tələb etdiyi əməllərimiz. Meyvələri isə həmən ağacın, tövhid ağacının meyvələri isə nə olur? Dünyada gözəl, yəni insan tövhid olur qəlbdə. Sonra əməllərdə bu nədir? Bir ruzə verir, özünə əməllərdə təsdiqini tapır. Ondan sonra bunun nəticəsi nə olur? Səmərəsi, meyvəsi dünyada gözəl həyat, həmən həyat tayyibə, dünyada gözəl həyat, ahirətdə də qalıcı naz-neymət. Qalıcı, daim naz-neymət. Bu da ayrı bir neymətdir. Yəni bu dünyada elhamdülillah Allah müsəlmanların naz-neymətini, ruzisini artırsın, bol eləsin. Kifayət qədər ruzilərin Peyğəmbərimiz sallallahu aleyhi ve sellem etdiyi dualarda ey Rəbbi, Muhammedin ailəsinə kifayət qədər ruzi ver, yəni kifayət qədər. Allah korusun, insan kifayətdən artıq görəndə bəzən Allahın rəhm etdikləri istisna qudurur. Belə düzgün olarsa demək, yəni ki, azır, harınlayır. Onu nədir? Kifayət qədər ruzi duasını edərdi Peyğəmbər sallallahu aleyhi ve sellem. Deməli biz burada mövzunun ahirətdə də qalıcı, yəni mövzu nə idi? Deməyim odur ki, bu qalıcı sözü ki var, daimi. Yəni bu da cənnətdə, axirət, o dünyada olan neymətlərin ən başlıca fərqləndirici xüsusiyyətlərdəndir. Burada nə neymət olursa olsun insanda gedəcək. Ölümlə bütün naz-neymətlər gedəcək. Hədisdə olduğu kimi bütün ləzzətləri kəsən, yəni ləzzətlərə son qoyan ölümü tez-tez xatırlayın. Yəni o bütün hər şey nə varsa, böyüklük, kiçiklik hamısı bu dünyada gedir, qalıcı deyil. Daimi heç bir şey yox. Amma o dünyada həmən nəinki naz-neymət olacaq, Allahın neymətləri, üstəlik yəni daimi, qalıcı. Deməli, qalıcı naz-neymət. Bu kimə aiddir? Həmən tövhid əhlinə. Qəlbində tövhid ağacını əkən, belə deyim. Bunun burada 3 nöqtə, İbn Qeyyimin sözü 3 nöqtə nədir? Alimlər ara sıra deyirik, yəni ki, bu hətta alimlər bunu deyirlər. Bəzi bidət əhli, Allah onlara hidayət versin, bəzən alimlərin sözünü özləri sərf eləyən kimi kəsib yapışdırırlar və bir cümlə kimi, sanki bütöv bir cümlə kimi təqdim edirlər. Alimlər bunlara rəddiyə yazarkən bu bildirdiyi iradlardan biri də odur ki, əmanətdəndir ki, orada bir müəllifin sözünü dəlil gətirsən öz bidət bir şeylə, yaxud ümumiyyətlə düzgün bir şeyə gətirən insan
Orada bir boşluq varsa 3 nöqtə qoymalı ki, oxuyan bilməli ki, burada bir boşluq var. Yəni ola bilər zahirən görsənən kimi cümlə deyil, o boşluğu oxumaq lazım ki, mənanı bütöv. Ona görə 3 nöqtə qoyublar. Ki, ərəblər 2 nöqtə qoyur, biz 3 nöqtə. Nədir? Orada davam edir müəllifin sözü həmən o tövhid haqqında, onun meyvələri haqqında. Sonra tam bunun qarşısı, yəni ziddi olan şirk məsələsinə gəlir. İbn Qeyyim rəhməhullah deyir ki, şirk, yalan və riyakarlıq, həmən orada ixlas və tövhid zikr olunmuşdu. Burada şirk, tövhidin ziddi, yalan və ixlasın da ziddi olur. Yalan və riyakarlıq isə o da qəlbdə bir ağacdır. O da qəlbdə ayrı bir ağacdır. Tövhid ağacı deyil, bu səfər şirk, yalan və riyakarlıq, riya ağacıdır. Dünyadakı meyvələr ağacdır. O ağacın dünyadakı meyvələri nədir? Allah korusun, insanın qəlbində şirk, yalan və bu riya olanda onun meyvəsi nə olur? Onun da meyvəsi var. Əməlləri var və sonra meyvəsi, belə demək olarsa ki, belə deyilir. Bu ərəblərdə, bizdə də işlənilir də bu sözlər. Yəni meyvə əslində gözəl bir şeydir, nəzərdə tutulur, düzdür. Amma burada pis şeyin qarşılığı olaraq həm yaxşı, həm pis şeylərin nəticəsi olaraq istifadə olunan sözdür meyvə. Deməli, dünyadakı həmən bu pis əməllərin meyvələri nədir? Qorxu, üzüntü, qəm, köksün sıxılması, daralması, yəni qəlb daralması və qəlbin zülməti. Qəlbi qapqaranlıq olur, zülmət olur. Bu həmən bu əməllərin meyvəsi, nəticəsi budur. Bu şeylər insanın başına gəlir. Axirətdəki meyvələri, bu dünyadakı meyvələr, dünyada ikən Allah korusun şirk, yalan və riya əhli bu şeyləri tadır. Qorxu içində olurlar, yalan danışır, şirk qoşur, Allahdan başqalarından umur istərsə və həmişə qorxu içindədir. Allaha güvənən kimi, yəni Allaha yox, başqa şeylərə güvənən əlbəttə eyni olmaz. Qorxu içində olur, sıxılıq olur, daralır, yəni bunun umduğu bir şey yox. Allahdan, çünki başqalarına bağlıdır qəlbi. Ona görə bu hələ bu dünyada ikən bunun bir meyvələridir. Axirətdəki meyvələri isə zəqqum və daimi əzab. Cənnət əhli üçün müqabilində nə idi? Daimi naz-nemət idi tövhid əhli üçün. Axirətdəki nədir? Daimi naz-nemət idi, mükafatı. Burada isə tam tərsinə həmən şirk əhli üçün deməli o dünyada nədir? Axirətdəki meyvələrində zəqqum ağacı, Allah qorusun, kökü cəhənnəmin dibindən bitən ayədə keçdiyi kimi bir ağac və daimi bir əzab. Əzab da daimidir. Naz-nemətlər daimidir. Tövhid əhli üçün cənnətdə, axirətdə, cəhənnəm əhli üçün şübhəsiz ki, burada şirk əhlindən söhbət gedir, yoxsa yəni müəyyən günahlara görə cəhənnəmə düşən müsəlmanlar gec-tez onlar hamısı vaxtında Allahın istədiyi zaman nədir? Çıxacaqlar. Burada əbədi, çünki başda nə gəldi? Şirk. Şirk, yalan və riya. Bunların hamısı şirk əhli nədir? Daimi əzab, şübhəsiz kafirlər ancaq. Daimi əzab yalnız kafirlər görəcək, Allah qorusun. Bu da daimidir. Bu da daimidir. Deməli, İbn Qeyyimin sözü burada bitir. Sonra vaxtımız gələndə burada intəhə sözü yazılır ərəbcə. Əvvəl dırnaqlar yox idi. Məsələn, söz başlayan dırnaq açırlar, qutaranda dırnağı bağlayırlar. Bilirsən ki, müəllifin gətirdiyi stat nədir? Burada başladı, burada bitdi. Əvvəl bu yox idi. Ərəb kitabında bir çox hindinin özündə görürsünüz ki, dırnaq açmırlar. Sadəcə müəllifin sözü bitəndə əlif və hə yazılır, intəhə. Yəni ki, bitdi. Müəllifin sözü bitdi. Ona dair vaxtınız olarsa bir baş vermiş hadisə haqqında söhbət edərik dərsin sonunda, unutmasaq. Deməli, bu birinci nə idi? Birinci iz. Tövhidin fərddə, hər bir fərddə buraxdığı izlərdən birincisi. İkincisi dünya və axirətdə qəm qüssələrin götürülməsi. Yəni fərəc. Bizdə deyil, Allah fərəc versin, bu sözü var. Ərəbcədə təfric. Yəni fərrəcə, təfricə, fərəc sözünün eyni köklüysə müdafiillə məsdər. Yəni həmən qəm qüssə ki var, qəm, kədər ki, mütləq insan bundan nə deyirlər? Yəni salamat qala bilməz. Bunsuz insan yoxdur həyatı. Hər bir insanın həyatında
qəm-qüssə də olur, kədər də olur, müsibət də olur, hər bir şey olur. Bir şey ki, e, atamız, ulu əcdadımız Adəm Əleyhissalam, ulu atamız nədir? Yer üzünə indirilərkən, hətta ondan öncə daha doğrusu Allah Subhanahu taala o meyvədən yeməyi nəhy etdikdə nə deyirdi? Ondan yemə ki, nədir? Yəni o təşqa, yəni çətinliyə düşən, bədbaxtəm, çətinliyə düşəsən, yəni yer üzündə, yəni nədir? Yer üzündə entdi, yer üzündə çətinlik var, yer üzündə müsibət var, bəla var, dərd, sər var. İndi bu olmalıdır. Amma bunların ortadan qaldırılması, ona Allahın fərəc verməsinə nədir? Həmən o səbəbdir, tövhid, həmən o fərddə buraxdığı izlərdəndir. Yəni tövhid əhli olan insan dünyada və axirətdə olan həmən o qəm, qüssə, kədər nə olar? Ondan uzaqlaşdırırlar, ondan götürürlər. Deməli, İbn Qeyyim də rahimehullah bu barədə nə demişdir? Demişdir ki, tövhid onun, yəni Allahın düşmənlərinin və dostlarının sığınacağıdır. Yəni düşmənlər belə, indi gələcək misal, təəssüflər olsun ki, bugünkü müşriklər yox, əvvəlki müşriklər, bugünkü müşriklərdə belə varsa da çox az var. Şeyximizin Əbdümeyci dediyi kimi. Yəni düşmənlərin və dostlar, yəni Allahın həm düşmənləri, həm dostları var, övliyaları. Bu tövhid həm nədir? Həm Allahın düşmənləri də çətin vəziyyətdə tövhidə sığınır, nə mənada gələcək, həm dostları. Düşmənlərinə gəldikdə onları həmən tövhid, əgər tövhidə sığınarlarsa, onlar nədir? Onları dünya kədərindən, dünya sadəcə axirət deyil, dünya kədərindən və çətinliklərindən nədir? Qurtarır həmən tövhid, o tövhidə sığınmaqda. Buna dair ayə gətirir. Deməli, Allah Subhanahu taala Quranda buyurur ki, onlar, yəni müşriklər burada qəsd edilir. Onlar gəmiyə mindikləri zaman dini yalnız Allaha məxsus edərək ona yalvarırlar. Artıq tövhiddir. Artıq bütün əvvəl xoş gündə dua etdiyi batil ilahları unudurlar. Və açıq-aşkar rivayətlərdə nə gəlir? Yəni, deyirlər ki, İkrimə radiyallahu anh İslam'a müsəlman olması haqqındakı rivayətlər, məsələn, Məkkə fəthindəki Məkkədən qaçır. Çünki onun bağışlanmır, qanı halal edilir. Bir neçə şəxs içində, o da 9 nəfər sərf etmirəmsə, hamısı əff olunur. Bunlar qatı İslam düşmənləri olduğu üçün yəni bunlara əff yoxdur. Əff elan olunmur. Bunlar əffə daxil deyirlər, yəni. Ona görə qaçır və dənizdə ikən nədir? Eşidir, yenə fırtınaya düşürlər. Dənizin bu şeyinə. Nə deyir? Orada yenə əvvəlki müşriklər, eyni müşriklərdir. Yəni əvvəlki kimi nə deyirlər? İndi də artıq ixlas zamanı deyirlər. İxlas zamanı. Yalnız Allaha xalis olaraq Allaha dua edin. Allahdan başqa bu vəziyyətdə sizi heç kim qurtara bilməz. Və İkrimə radiyallahu anh, onda hələ müsəlman olmamış, özü rivayət edir sonra. Bu da hədis elmində nə deyilir buna? Yəni bir şeyi eşitmək, məsələn, Peyğəmbərdən nəsə eşidibsə və s. O eşitmək vaxtı, biz onu fiqh usulunda təhəmmül deyərək keçmişik. Onda müsəlman olmaq şərt deyil. İnsan kafir ikən bir şey eşidər, görər və s. Əsas odur ki, onu əda edən vaxtı, rivayət edən vaxtı əsas odur ki, müsəlman olmaq. Necə ki, Əbu Süfyan Qeysərlə olan hədisi, Herakılın daha doğrusu və s. Nədir? İslamdan öncə olan gördüyü, eşitdiyi şeylər, amma əlhamdülillah müsəlman olandan sonra rivayət etdiyi şeylər də ona görə qəbul olunur və orada nədir? İkrimə radiyallahu anh deyir ki, mən deyir, onda fikirləşdim ki, yəni burada bizi yalnız Allah qurtararsa, xilas eləyərsə, elə bu, yəni dənizdə. Quruda da ancaq Allah xilas eləyər. Ona görə nədir? Özünə söz verir ki, Allaha əhd bağlayır ki, məni bu fırtınadan, bu dənizdə olan bəladan qurtarsa, sağ-salamat məni quruya çıxarsa, gedib Muhammed sallallahu aleyhi ve sellemin əlinin içinə qoyub onu beyyət edəcəm. Elə də olur. Radiyallahu anh sahabə olmağa əlhamdülillah o şərəfə nail olur ki, o fəzilətə heç kim nail ola bilməz sahabələrdən başqa. Deməli, nədir? Həmən o müşriklərə aiddir ki, onlar gəlməyən nə olur? Mindikdə dini yalnız Allaha məxsus edərək ona yalvarırlar. Artıq tövhiddir. Allahın düşmənləridir, müşriklərdir. Çətin vəziyyətdə nə olur? Allaha nədir? Tövhid edirlər. Bu şeydə nə olur? Allaha tək tuturlar. Artıq yalnız ona dua edirlər. Allah onları xilas edib quruya çıxaran kimi yenə də ona şərik
qoşurlar. Quruya çıxan kimi artıq başlayırlar şərik qoşunu. Və bir çox alimlər müasir, hətta Muhammed İbn Abdülvahhabın kitablarında bu çoxdur. 4 qayda da var. 4 qaydalardan biridir ki, bil ki, bugünkü hələ 3 əsr bundan qabaq ki, getdikcə vəziyyət daha da pisə doğru gedir normalda. Yəni bugünkü deyir, bil ki, müşriklər o ərəb müşriklərin əvvəlki o müşriklərdən daha pisdirlər. Bir neçə cəhətdən, hətta 6-ya 8-ə kimi çıxaranlar var. O qaydada səhv etmirəmsə 2 xüsusiyyəti var. Səbəbi niyə görə daha pisdirlər? Onlardan biri budur. Onlardan biri budur ki, o vaxtki müşriklər xoş gündə, gen gündə Allaha şərik qoşardılar, amma çətin gündə bu cür ayədə gördüyünüz kimi mütləq yalnız Allaha, bütün qoşduğu şəriklər unutular, yalnız Allaha dua et, tək Allaha dua edərlər. Amma bugünkü müşriklər İbn Abdülvahhab rahimehullah dediyi zaman, indi də o gündədir. Onlar deyir, elə dar gündə də, çətin gündə də bəzilərimiz hər halda görürük, əsas rafizlərdə. Dar gündə görürsən ki, vurulan helikopterdən düşür, orada qışqırır, ya Ali, ya bir qışqırır, ya filan kəs görür, dadına çatmır, sonra keçir o üstünə, özü yuxarıdan aşağı, o aşağıdan yuxarı başlayır, Həsəndən, Əbülfəzdən, Həsəndən, Hüseyndən sonra Əli. Yəni ki, heç Allahın adını çəkmir, yəni ancaq onların adını çək. Yəni Allah korusun, yəni bu müşriklər dar gündə belə nədir? Allaha yox, yəni ona görə nə, o vaxtki müşriklərdən də pisdir, təəssüflər olsun, bəzi insanlar onları nədir? Müsəlman adlandırır. Halbuki bunlar o vaxtki müşriklərdən də pisdirlər, şirk cəhətdən. O vaxtki müşriklərdən də müşriklər belə desin. Deməli, bu ayə Ənkəbut surəsi 65-ci ayədir. Sonra övliyaların, bu düşmənlərə aiddir. Düşmənlərin tövhidi, Allahın düşmənləri tövhidə necə sığınır? Bu vəziyyətdə, bu cür çətin vəziyyətdə sığınırlar və nəticə səmərəsi nə olur? Nəticədə onları dünya kədərindən və çətinliklərindən qurtarır bu tövhid. Bu anlıq tövhid qurtarır. Dünyada. Dənizdən nədir? Allah Subhanahu taala onları quruya çıxardır. Dünyadakı həmin çətinlikdən, kədərdən nədir? Qurtarır. Övliyalarına gəlincə, Allahın dostlarına gəlincə isə onlar qalınca yazmışıq. Qalınca isə onları dünya və axirət qəm-qüssələrindən və çətinliklərindən qurtarır. Heç bir şey, bu hamısı İbn Qeyyim rahimehullah sözüdür. Heç bir şey tövhid kimi dünya çətinliklərini dəf etməmişdir. Yəni dünya çətinliklərini nə qədər dəf edən, ortadan qaldıran, yəni qalxmasına, getməsinə, uzaqlaşmasına səbəb olan nə qədər şeylər varsa, tövhid kimisi yoxdur. Yəni ən gözəl şəkildə onu tövhid hamısını uzaqlaşdırır. Bu səbəbdən kədər duası tövhid ilə idi. Yəni kədərdən qurtulmaq üçün, həmin fərəc tapmaq üçün dua ki var. İki müsəlman qalasında da var. O da nədir? Tövhid ilədir. Orada mütləq kəlmə-i tövhid var. La ilahe illallah var. Həmçinin Zunnun, yəni Yunus aleyhissalam Zunnun, həmən o balıq sahibi kimi adlanır. Niyə? Çünki balıq onu udur. O qissəni hamımız bilirik inşallah. Ona görə nədir? Həmçinin Zunnunun, yəni Yunus aleyhissalam duası tövhid ilədir ki, tövhid ilə idi. Yəni kəlmə ilə nə idi? La ilahe illallah subhanaka inni kuntu minel zalimin. Yəni o cür dua edir. Deməli nə olur? Həmən o nə? La ilahe illallah. Orada nədir? Tövhid kəlməsi keçir. Həmən duası bu cür olur ki, onunla, yəni həmən dua ilə dua edən hər kədərlinin kədərini Allah Subhanahu taala mütləq kədərinə fərəc verər. Mütləq yəni kədərini uzaqlaşdırar, kədərinə nədir? Fərəc verər. Mütləq o dua. O dua nə olur? Həmən tövhid kəlməsi ilə. Tövhid kəlməsi də orada vardır ki, ayədə gəldiyi kimi bizə bu cür dua etdi və biz də onun duasına cavab verdik, onu qurtardıq, nicat verdik onu. Deməli, böyük dərd sərlərə yalnız şirk salar. Yəni, böyük dərd sərə hansı əməl salar? Yalnız şirk salar. Şirk insanı böyük dərd sərə salar. Onlardan da yalnız tövhid xilas edər. Həmən böyük dərd sərdən də, yəni şirk ora salır. Oradan da xilas edən nədir? Yalnız tövhiddir. O, yəni tövhid məxluqatın sığınacağı, qalası və qurtuluşudur. Yəni, insan sığınmaq istəyirsə, qurtulmaq istəyir, onun həm qalası, həm qurtuluşudur ki, inşallah aydındır burada. Yunus surəsi, Ənbiya
Yunus haqqında, Zunnunun həmin duası haqqında Ənbiya surəsi 87-88-ci ayələrdə keçir. Burada qeyd eləmişəm. Yəni istəyən ora inşallah baxa bilər. Sonra burada İbn Qeyyimin sözü qurtardı. Yenə həmən intəhə işarəti gəldi. Üçüncü iz, buraxdığı iz tövhidin hər bir fərddə. Bu fərddir. Sonra cəmiyyətə, ictimaiyyətə buraxdığı izlərdən də biraz bir neçəsini zikr edərik. İnşallah ki, çatdırarıq vaxt. Bu əsas nədir? Fərdə buraxdığı izlərdir. Fərdə verdiyi səmərələrdir. Üçüncü nədir? Qəbirdə səbat. Yəni mətndə elə yazılır. Qəbirdə insan, hər bir insan öləcək, qəbirə bastırılır. Düzdür. İndi ola bilər kimsə, alimlər dediyi kimi ki, vəhşi heyvan onu yiyər, o ancaq, yəni qəbirə bastırılmaz, nə? Yəni o başqa bir şey. Ümumən, qalibən dillərdə çoxluğa görə hökm verilir. Yəni insanların çoxusu öləndən sonra qəbirdə bastırılır. Və qəbirdə bildiyimiz kimi nədir? Qiyamət qopana kimi artıq onun axirəti başlamışdır. Hər bir ölən insanın artıq axirəti başlamışdır. Yəni hamısı axirətə iman, biz niyə görə deyirik? Axirətə iman ölümdən sonra baş verəcək bütün şeylərə iman nəzərdə tutulur. Yəni qəbir əzabı da ona aiddir. Hamısı və ondan sonra bütün şeylər. Və nədir? O qəbirdə mələklər gəlir, sorğu-sual edir, düzdür, sual verir. Qəbrin fitnəsi var, sorğu-sualı var və s. Bax, orada səbat, sabitlik, möhkəm, ayaqları möhkəm olsun deyən insan sabit qalsın deyə tövhid ən başlıca səbəblərdəndir. Hətta Şeyximiz Əbdülmeyci deyir, səbatın ümumiyyətlə ən başlı səbəblərdən deyil, ən güclü səbəbidir. Ən güclü səbəbi budur. Tövhid. Bu da nədir? Burada qəbirdə səbat, düzdür. Amma mətndə olduğu kimi. Amma şeyximiz dediyi kimi, ümumiyyətlə, təkcə qəbirdə deyil, ümumiyyətlə, haqq dünyada ikən, elə qəbirə getmədən, qəbirə düşmədən, yəni dünyada ikən də haqq üzərində, doğru yol üzərində, Allahın yolu üzərində də səbat göstərməyi, sabit olmağın da ki, onlardan biri də haqq üzərə səbat göstərmək, onlardan biri qəbirdə də səbat, sabitlik göstərməkdir. Ki, ümumiyyətlə, haqq üzərində sabitlik göstərmək də nədir? Tövhidin səmərəsidir. Tövhidin hər bir fərddə buraxdığı izdir. Tövhid olandan sonra hər bir fərddə buraxdığı iz nədir? O insan haqq üzrə sabit olur. Allah bizim hamımızı sabit qədəm eləsin. Allah subhanahu teala Allahın Rəsulü daha doğrusu sallallahu aleyhi ve sellem nədir? Bir-iki dərs bundan qabaq, keçən dərsdə demişdik, ən çox dua etdiyi möminlərin analarından birindən gələn rəvayətdə ən çox etdiyi dualardan biri nədir? Ey qəlbləri çevirən Allah, mənim qəlbimi dinin üzərə, yəni sənin dinin üzərə sabit et. Hətta möminlərin anası sual verir, ya Rasulallah, sallallahu aleyhi ve sellem, bu duanı niyə belə tez-tez təkrar edirsən? O da sallallahu aleyhi ve sellem nə deyir? Deyir ki, çünki insan, Adəm övladlarının qəlbləri Rəhmanın iki barmağı arasındadır. İstədiyi kimi çevirir. Ona görə, yəni daim o səbat istəmək lazımdır və bilməliyik ki, səbat bizlik deyil. Necə ki, bizim hidayətə gəlməyimiz də bizlik deyil, müsəlman olmamız və s. bütün neymətlər ki, ən böyük neymət iman, tövhid neymətidir. Yəni, o yola girmək, doğru yola girmək ayrı bir neymətdir. O yolda səbat göstərmək ondan çətin bir şeydir. Ondan da alimlər nədir? Çətin. Ona görə ən çox Şeyximiz Abdurrazaq Əl-Badrinin ən çox istifadə etdiyi, yəni belə hikmətdən, yəni sözlərdən deyir ki, belə bir alim, yəni alimlərin sözləridir, öncəki alimlərin, deyir ki, yəni bir insanın həlak olması təəccüblü deyil. Yəni insanların çoxsu onsuz da bir şey ki, Allaha yalnız şərik qoşar və iman gətirir, yəni müsəlman deyil. Yəni həlak olması təəccüblü deyil. İnsanın qurtulması təəccüblü. Çünki az bir insanlar qurtulur ki, onlar necə qurtuldu? Bu fitnənin, fəsadın içində, o boyda insanları məşğul edən boş şeylər, yəni onların içində necə qurtulur? İnsana təəccüblü gələn odur ki, Allah səbat versin hamımıza. Deməli, qəbirdə səbat. Bu tövhidin biz oxuduğumuz üçüncü buraxdığı izlərdəndir. Və dediyimiz kimi ən böyük izlərdir. Yəni, tövhid ən böyük səbəblərdəndir haqq üzrə səbat göstərməyin. Necə ki, bu haqda Uca Allah buyurub. Allah iman gətirənləri dünya
həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayır. Möhkəm sözlə sabit saxlayır. İbrahim surəsi 27. Yəni kimləri? İman gətirənləri. Biz də əvvəl dediyimiz kimi tövhid, iman, səy, əqidə bunlar hamısı sinonimdir. Hə? Yəni eyni mənanı, oxşar mənanı nəticədə bildirən sözlərdir. Və bu sözü Allah Subhanahu taala İbrahim surəsi 27-də nə vaxt deyir? Həmin ondan öncəki ayələrdə ən birinci kəlimə tayyib, gözəl tayyibə, gözəl bir söz haqqında, gözəl bir ağacı misal gətirir. Kökü yerdədir, budaqları səmadadır, meyvələri hər zaman gətirir. Gözəl söz o nədir? Kəlmə-i tövhiddir. Hə? Və orada pis ağacı da misal gətirir. Niyə? Şirkə misal gətirir ki, onun kökü, orada kökü yerdədir, möhkəmdir. Budaqları səmaya və yəni qalxır və meyvələri hər vaxt il boyu gəlir. Düzdür? Bu gözəl söz, kəlmə-i tövhidə aid olan misaldır. Həmən o bu ayədən qabaq, bu İbrahim surəsi 27-dirsə, onlar 27-dən qabaqdır. Sonra pis sözə, şirkə aid orada nədir? Deyir, kökü o ağac, həmin pis ağac, pis sözə misal pis ağac gətirilir. Yəni o kökü yerdən qopardılmış, yəni heç bir dayanağı, şeyi yox, möhkəm deyil, yəni əsli yox, kökü yox, ona görə kökü qoparmış ağac olaraq misal gətirilir. Və bundan sonra da həmən bu 27-ci ayədir ki, buyurur, Allah iman gətirənləri, hər kəsi deyil, dünya həyatında da, axirətdə də, hər ikidə, həm dünya həyatında, həm axirətdə də möhkəm sözlə sabit saxlayır. Yəni, həmən möhkəm sözlə sabit saxlayır. Burada Qatadənin təfsirində gəlir, həmən dünya həyatında nə ilə sabit saxlayır Allah Subhanahu taala. Yəni xeyirli əməl, salih əməllərlə, xeyirli işlərlə insanı dünya həyatında həmən iman gətirənlər sabit saxlayır. Axirətdə isə nə ilə sabit saxlayır? Harda? Yəni axirətdə həmən o təfsirdə Qatadənin təfsirində gətirir ki, qəbir azabında. Qəbir azabında nədir? Sabit saxlayır. Həmçinin hədislərdə necə gəlir? Yəni möminə soruşulanda kəlmə-i şəhadəti deyə bilir, ölümdən qabaq deyə bilir, qəbir azabında suallara sabit qalır, suallara cavab verir, bilir düzgün müəlliklərin suallarını. Həmçinin Əl-Bəra ibn bu məsələ ilə bağlı, həmçinin Əl-Bəra ibn Azibdən radiyallahu anh, Allah elçisinin sallallahu aleyhi ve sellem belə dediyi rivayət olunur. Müsəlman qəbirdə soruşulduğu zaman, yəni sual olunur, sual veriləcək müsəlmana, hər kəsə verilir, amma müsəlman nə? Müsəlman soruşulduğu zaman qəbirdə Allahdan başqa ibadətə layiq məbudun olmadığını və Muhammedin Allahın elçisi olduğuna şahidlik edəcəkdir. Allah bu şeydə onu sabit edəcək. Allah bizi onlarda eləsin. Yəni, şəhadəti gətirə biləcək. Çünki bildiyimiz kimi başqa rəvayətlərdə bəzi insanlara nədir? Soruşulduqda nə? Heç nə deyə bilməyəcək. Ərəbcə nə? Yəni bizdə belə bir şey fikirləşincə insan belə deyir. Deyəcək, sonra deyəcək, insanlar bir söz deyirdi, mən də dedim. Yəni nədir? Allah onu sabit etməyəcək. O deyə bilməyəcək. Hətta bəzi alimlərə görə deyirlər ki, ölümdən öncə belə insanları, hətta həyatdaykən bəlkə 100 dəfə söyləmişlər o sözü, amma ölümdən öncə son sözü həmin kəlmə-i tövhid olmasın deyənə, onu belə dilinə gətirə bilmirlər və yaxud insanlar, o qədər rivayətlər var sələflərdən, kimsə nəşidə qurşanıb, kimsə nə bilim şəraba qurşanıb, kimsə şeirə qurşanıb, kimsə nəyə qurşanıbsa, mübtəla olubsa, o elə öləndən qabaq elə oxuya, danışa hələ həmən şeylərdən nədir? Danışa da elə ölür. Baxmayaraq ki, yanındakilər nə qədər təlqin edirlər ona ki, La ilahe illallah de, La ilahe illallah de, nə olur? Demir. Allah Subhanahu teala onu nəsib etmir. Allah korusun. Bu da nədir? Gözəl xatimədə sonuçlardan, gözəl sonucun olduğuna dair bir əlamətlərdəndir ki, insan həqiqətən dünyasını dəyişəndə ən son sözü bu cür kəlmə-i şəhadət olsun. Allah hamımıza o cür kəlmə-i şəhadəti nəsib edib həyatdan köçməyi nəsib eləsin. Deməli, bu ayəni oxuduq, hədisi də oxuduq Əl-Bəra ibn Azibdən.
buna nedir? Şahitlik edecektir. Hadis devam edir. Bu da Allah'ın bu sözüdür. Resulullah sallallahu aleyhi ve sellem bu sözü deyip sonra deyir ki bu da Allah'ın bu sözüdür. Yani hemen bu kelime-i şehadeti demeye şahitlik edeceğine Müslüman buna dair deyir ki bu da Allah'ın sözüdür ki Allah hemen ayəni oxuyur. Allah iman getirenleri dünya hayatında da ahirette de möhkəm sözle sabit saxlayır. Hemen ayet İbrahim 27. Bu hadisi artık bu hamsı hadisin içindeydi. Bunu hemen Bukhari ve Müslim ihraç etmiştir. Burada sebat hakkında bir iki aya var. Yani ayenin bir hissesi değil. Yani Peygamberimize belə sallallahu aleyhi ve sellem nedir o dedi ya evvelde bu sebat bizden değil Allah'tandır. Hamısı. Hamısı. Ki niye göre deyirəm? Bəzən insana o deyilən özündən razı olmaq, özünü bəyənmək daxil olur. Elə bil ki, özü öz başına müsəlman olub, özü ağlı ilə, dərakəsi ilə, nə bilim, heç kim belə səbəbi olmadan və yaxud bu özü elə öz, nə bilim, hər hansı bir fərasəti ilə və neyi ilə bu yolda sabitdir. 30 il, 20 il, 5 il, 15 il, bütün ömür boyu və s. yox. Bu hamısı Allah'tandır. Peyğəmbərimizə belə sallallahu aleyhi ve sellem Allah subhanahu teala Quranda buyurur ki, mənasını deyir. Eğer biz seni sabit etmeseydik, biz, yani peygamberi böyle sabit eden kimdi? Sabit kadem, ayaklarını möhkemleden vesaire, hak üzere her yerde, bu her yere ait. Kabir dünyası olsun, düşmanla yüzde yüz olsun, bütün çetinlikler olsun, dünyada, dinde olan, mesela Allah korusun, fitneler olsun. Burada hamısı sabit kademli isteyer. Bu sabit eden kimdi? Allah. Subhanahu Teala. Allah Subhanahu Teala buyurur ki eğer biz seni sabit etmeseydik sen onlara bir mail ederdin müşriklere. Allah korusun. Yani Peygamberimize aittirse sallallahu aleyhi ve sellem yani biz şüphesiz gece gündüz o sallallahu aleyhi ve sellem o kadar sabat hakkında Allah'a dua eder, sabat isteyerse biz gece gündüz sabat istemeliyiz. Ona göre buna benzer ayeler çoktur. Ondan sonra müminler de yani iman hakkında nece sabit qədəmliyi gösterip peygamberler mesela Musa aleyhisselam düşmanla yüzde yüz olanda düşman ardınca kabağda ne var? Deniz var idi sadece arkada Firavun ve ordusu var idi ki yüz binlerle rivayetlere göre yüz binlerle ha? Yani ne olur? Allah bizimledir. Yani iman getirir. Hem iman getirir yani sebat gösterir. Sebat gösterir. Allah ona sabitliği verir. Nedir? Hamısı iman sayesinde. Veyahut hele sahabeler ait ayelerde var. Mesela düşmanla yüzbeyiz olan vakti nedir? Ne diyerler? Bu bize Allah ve Resulünün vaat ettiğidir. Vaat ettiğidir. Ve ayelerde geldiği için bu yalnız nedir? Onların imanını artırar. Yalnız imanını artırardı. Bu netice neyin neticesidir? Allah'ın izniyle, rəhmətiyle tövhidin, imanın nəticəsidir, səmərəsidir. Hemen dediğimiz fərddə buraxdığı izlerdendir. Fərddə buraxdığı ve dediğimiz gibi en büyük bıraktığı en büyük yani tövhidin en büyük bıraktığı iz budur. Nedir? Hak üzere səlat göstermektir. Yalnız imanlarını artırar. Ve ümumiyyətlə dünya müsibetleri ki var. Niye diyorum? Görürsüz sahabeler radıyallahu anhum ve diğer seleflerden şeyler çok yani dediğimiz gibi bazı peygamberlerden ayelerde böyle gelir. Ben hazır Musa aleyhisselam mesela misal getirdi vesaire. Nedir? Müsibetler, çetinlikler tövhid ehli Müslümanın bir ferdin yalnız ve yalnız imanını artırar. Yalnız bağlılığını artırar. Yani bu da yalnız kimde ait? Tövhidde. Tövhid ehli olmayan veyahut tövhidinde biz bildiğimiz gibi tövhidinde əsli var imanın. Bir o vacib kamilliği var, bir de müstehab kamilliği var. Yani ne kadar tövhidin əsli yoksa ümumiyyətlə tövhid ehli değil. Yani əslindən yuxarı mesela vacib kamilliği var, müstehab kamilliği var. Orada ne kadar naqis diyorlarsa o kadar da hemen o səbatda naqis diyorlar. Ona göre görürsünüz ki bu şeyden naqisliği bizde oldukta imanda, tevekkülde, təsvirlər olsun həqiqətən biz Müslümanlarda bugünkü ildə tevekkül çok zayıf derecede, çok zayıf derecedir. Ruzini Allah'tan yok başkasından isteyir. Kimi dindirirsen ancak iş var mı, iş yok mu, çöreği ne yiyecek? Vallahi biz hicretten danışırız. Bir defa de olsa hicrete çıkan ve tanıdığımız Müslümanlar
Əvvəlki hindikilər yox. Yəni indi hicrət eləmək. Heç bir dəfə də olsa ağlımızda nəinki kiməsə soruşduq. Yəni adam soruşmağa belə utanar. Deyərlər ki, bu Allahın Razzaq sifətinə sən isminə necə iman gətirmisən? Bir dəfə də nə soruşmadıq, yox. Ağlımızdan belə keçmədi ki, biz orada küçədə mi qalacağıq, ac mı qalacağıq, yalavac mı qalacağıq? Allah Subhanahu taala ayədə buyurduğu kimi və o vaxt bir nəfərdən bunu başqaları üçün soruşanda buradakı yəni böyüklərdən 20 il bundan qabaq. Yəni gözəl bu ayə həmişə yadıma düşür. Ayəni birbaşa oxudu. Yəni bizdən icazə almaq lazım deyil. Allah Subhanahu taala Quranda buyurur ki, mənim yolumda kim hicrət edərsə, o genişlik və bolluq tapar. Yəni bu ayə iman gətirən kəs durub soruşmaq ki, orada nə yeyəcək, nə içəcək, nə bilim. Yəni ki, biraz bu nədir, nəyə deyirəm? Bu həm gülməlidir, həm ağlamalı. Təvəkkül çox zəif dərəcədə təvəkkül. Çox zəif dərəcədədir ki, hansı mövzudan gəldik, çıxdıq təvəkkülə bilmirəm. Artıq fikrimi unuttum. Yəni əsas odur ki, burada yəni tövhidin buraxdığı ən güclü səbəb və səbəblərdən həmin o sabit qədəmlidir. İnsan sabit olmasıdır. Sabit olması da Allah bizi dünya və axirətdə möhkəm sözlə, digər bütün şeylərdə haqq üzrə sabit etsin. Amin. Biz çox deməli bu üçüncü, dördüncü buraxdığı iz odda, cəhənnəm odunda, yəni əbədi qalmaqdan qurtulmaq. Yəni bir tövhid əhlindən söhbət gedir. Oda düşərsə, Allah qorusun, Allah cəm müsəlmanları oddan qorusun. Bir an belə orada qalmaqdan bizi hamımızı qorusun. Yəni odda kim düşərsə, yəni oda kim düşərsə, cəhənnəm oduna Allah qorusun. Odda əbədi qalmaqdan nə olur? İnsan qurtulmaq həmən izdir. İnsan qurtulur. Yəni əbədi qalmayacaq. Çünki nədir? Tövhid əhli, muvahhid nə qədər də yəni imanı zəif olsa, əməli az olsa və s. hədisdə keçdiyimiz zərrə qədər, miskal qədər bir imanı varsa qəlbində, bu cür ya Allahın şəfaəti ilə, ya belə, ya hələ, ya Allahın isteği altında da Allah birbaşa onu cəhənnəmə salmadan qurtarar o başqa. Burada cəhənnəmə düşmək. Yəni cəhənnəmə düşərsə də yenə əbədi qalmayacaq. Əbədi qalmayacaq. Bu da tövhidin nədir? Ən böyük nemətlərindəndir ki, əlhəmdülillah müsəlman hamımız günahkarıq. Yəni hamımız günah edirik. Günahsız insan yoxdur. Allah Subhanahu taala hədisdə buyurur ki, Rasulullah sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, Allahın ən xeyirli bəndələri, yəni günah etməyən bir qövm olsaydınız, Allah sizi yox edib onun yerinə günah edəcək bir qövmü yaradardı, göndərərdi ki, onlar günah edərdilər, sonra Rəbbindən tövbə edib, Rəbbindən bağışlama diləyərdilər. Ona görə hər bir Adəm övladı nədir? Hədisdə keçdi, xətəkardır, yəni xəta edir. Bu qaçılmaz bir şeydir. Amma ən güclü, ən gözəl xətəkarlar Allahın bəndələri kimdir? Xəta edib sonra tövbə edənlərdir. Bağışlama diləyənlərdir. Ona görə nədir? Yəni hamımız günahkarıq. Allah qorusun. Kim cəhənnəmə düşərsə də yenə tövhid əhlindən əbədi qalmayacaq. Bir dənə də muvahhid cəhənnəmdə əbədi qalmayacaq. Əbədi qalmaq cəhənnəmdə yalnız və yalnız kafirlər üçündür. Küfrün növündən asılı olmuyor. Deməli, muvahhidlərin, yəni tövhid əhli oddan çıxacaqlarına dair Peyğəmbərdən sallallahu aleyhi və səlləm mütəvatir hədislər gəlibdir. Yəni əhəd hədis də deyil, kimsə desin əhəd dəlil deyil və s. ki, yəni dəlildir o da, amma yəni belə desəm mütəvatir yollarla hədislər gəlir. Mütəvatir nə olduğunu fiqh üsulunda keçmişdik. Şeyxülislam İbn Teymiyyə qəsd edilir, rahimehullah, demişdir. Bundan başqa, yəni hər hansı bir mövzu gedir və davam edir ki, bundan başqa nədir? Peyğəmbərdən sallallahu aleyhi və səlləm mütəvatir olaraq gəlmişdir ki, oddan ora girdikdən sonra, yəni kim girəcəksə, ora girdikdən sonra oddan nədir? Toplumlar çıxacaqdır. Qövm-qövm, tayfa, toplum, dəstə çıxacaqdır və Peyğəmbər sallallahu aleyhi və səlləm oda girən toplumlar, həmən o dəstə olan toplumlar üçün şəfaət edəcəkdir. Yəni bu burada deyilən hər bir şey Şeyxülislam dediyi kimi mütəvatir, sadəcə yox, belə bir-iki hədis yox, mütəvatir hədislər, təvatür yolla hədislər gəlmişdir. Yəni heç bir şək yox ki, mütəvatür yollar nədir? Yəqinlik ifadə edir. Yəni qəti dəlillərdir. Sənni dəlillər deyil.
Burada da hemen intihar dediğimiz ki bu meseleye biz danışabilmeyeceğiz çünkü vaktimiz kalmayacak. Bu dördüncü deməli səmərəsi idi. Bu da həmçinin dediyimiz kimi ən böyük səmərələrdəndir ki, yəni tövhid əhli hər bir kəs e, ən azından sevinir ki, ən azından Allah korusun, Allah korusun. Yəni hər hansı bir günahına görə tövbə edə bilmədiyi, yəni israr etdiyi günahına görə cəhənnəmə girsə də Allah Subhanahu taala onu əbədi cəhənnəmdə saxlamayacaq. Həmən də cəhənnəmdən çıxmasıları da nədir? İmanları səbəbilə, həmən tövhidi səbəbilə, onsuz da elə başlıqdan da bu anlaşılır. Sonra beşinci buraxdığı iz tövhidin dünya və axirətdəki qorxu və dəhşətdən salamat qalmaq. Yəni dünyada qorxu var, axirətdə qorxu var. Yəni istər qəbirdə, istər sonra sorğu-sualda, yəni müəyyən insanın keçirdiyi qorxular ki var. Tövhid əhlinin, yəni tövhidin buraxdığı iz, tövhidin səmərəsi nədir? Dünya və axirətdəki həmən o qorxudur, həmən dəhşət, roz, ərəbcə deyirlər, həmən o dəhşətdən salamatda qalır. Yəni Allah onları salamatda saxlayır. Hətta bir e, tam xatırlamıram, hədisdir yoxsa, amma alimlərin sözləri olaraq kitablarda tez-tez keçən bir cümlədir ki, e, Allah Subhanahu Teala möminə, ümumiyyətlə möminlə kafir iki qorxu yaşatmaz. Yəni birinə bu dünyada qorxu yaşadırsa, o dünyada qorxu yaşatmaz. Kimə bu dünyada qorxu yaşatmırsa, o dünyada yaşatar qorxu. Nə demək? Yəni kafir özü üçün belə rahat yaşayır və s. dərd, qəmsiz və s. və s. Dünyada mütləq əzab əziyyət çəkəcək. Amma müsəlman o dinində qorxu yaşayır, dinində çətinliklər görür və s. Nə olur? O dünyada mütləq qorxudan, əminamanlıqda olacaq inşallah. Deməli bu beşinci səmərə idi, beşinci buraxdığı iz. Bu isə, mətni davam edək, bu isə şirkə görə kafirin başına gələn bir şeydir. Yəni həmən qorxu ki, müsəlman, tövhid əhli, tövhidin sayəsində Allahın izinlə dünya və axirətdəki qorxu və dəhşətdən salamat qalar. Qorxu və dəhşətdən salamat qalar. Kafir isə əksinə müşrik. Şirkinə görə, etdiyi şirkinə görə həmən bu şeylər, qorxu və dəhşət onun başına gələn bir şeydir. Yəni qorxu və dəhşət içində olacaq. O dünya və axirətdə. Uca Allah belə buyurub. Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə, şirkə görə. O şirk qoşmağa dair də heç bir dəlil deyil ki, buna biz demişdik sıfa kəşfə. Deməli, onlar nədir? Şirk qoşduqlarına görə nə olur? Kafirlərin qəlblərinə qorxu salacağıq. Allah Subhanahu teala buyurur ki, kafirlərin qəlbinə qorxu salacağıq. Nədir? Niyə görə? Səbəb Allaha həmin o şərik qoşduqlarına görə. Deməli, bu məfhum müxalifə deyək də. Kafirlərin şirk qoşduqlarına qəlblərinə qorxu salınır. Şirk qoşduqlarına görə. Deməli, şirk qoşmayan muvahhidlərin isə qəlblərinə qorxu salınır. Nədir? Fiqh usulunda keçdiyimiz nədir? Məfhum müxalifə deyə bilərik. Ümumiyyətlə buna dair başqa dəlillər də var. Başqa ayətlər də var ki, o bir neçə dəfə təkrarlanan ayə var. Məsələn, keçdiyimiz ayələrdən biri nə idi? Ki, onlara, ayənin əsas hissəsini deyirəm, onlara əminamanlıq vardır. Onlara əminamanlıq vardır. Tam arxayınlıq vardır. Kimlərə? Həmən tövhid əhlinə, iman gətirib salih əməl görənlərə. Yəni, əminamanlıq nədən olur? Qorxudan sonra. Qorxunun əksi belə deyil. Qorxu deyil, əminamanlıq olur. Bu Əl-İmran surəsi 151-ci ayə idi, az öncə oxuduğumuz. Sonra, eləcə də axirətdə Rəbbimiz xəbər verdiyi üzərə ki, muvahhidlər üçün qiyamət günü tövhidlərinə görə tam əminamanlıq hasil olacaqdır. Tövhid əhli olduqları üçün qiyamətdə də əminamanlıq içində olacaqlar. Rəbbin Subhanahu Teala buyurduğu kimi, Rəbbimiz belə buyurdu. Əzəldən ən gözəl aqibət yazılmış insanlara, yəni əzəldən, əvvəlcədən ən gözəl aqibət yazılmış insanlara ki, onlar üçün yəni gözəl aqibət yazılıb, bunların aqibəti gözəl olacaq, əzəldən yazılıb.
o insanlara e, gel o insanlara yani ya insanlara geldikte ise onlar oddan uzaklaştırılmış olacaklar. Onlar oddan, cehennem odundan uzaklaştırılmış olacaklar. Onlar onun cehennem odunun hışıltısını bile eşitmeyecekler. Yani sesini. Onlar e, yüreklerinin istediği şeyler arasında ebedi kalacaklar. Yüreklerinin istediği şeyler arasında ebedi kalacaklar. En büyük dehşet onları kederlendirmeyecek. En büyük dehşet El-Fezâl Ekber. Onları kederlendirmeyecek. Yani korkmayacaklar. Onları korkutmayacak. Melekler onları karşılayıp bu size vaad olunmuş gününüzdür. Bu size vaad olunmuş gününüzdür diye diyecekler. Bu El-Enbiya, Enbiya suresi 101, 103. ayetler. 3 ayet, 101, 102, 103. ayet. Bu barədə bu qədər. İndi burada bir abzas var. Onu oxuyaq, mətni bitirək. Ondan sonra inşallah 2-3 dənə vaxtımız imkan verdiyi qədər bir saatı demişik keçməyib. Həmən ictimaiyyətə olan təsirini də deyərik. Birinci mətnə aid deyək. Burada tövhidin nemətini göstərir. Burada rəsm də var əslində kitabda. Düzdür, bir iynə şəkili var. Bu Hindistanlılara aid. Niyə Hindistanla bağlı bir şey olacaq deyə. Yani onları iğneye tapınırlar Allah korusun. Her birimiz elbet görmüşük. Yani en azından internet üzerinden nedir Allah korusun. Yani iğneye o cür ister şeyler, ineğin sidiğin altında çimirler, ne bileyim içirler, ne inirler. Yani çok iğrenç, murdar. Normal ağlı başında insanın böyle irgendiği bir emeller edirlər. Niye? Allah korusun. Çünkü dediğimiz şirk ehli oldukları için, müşrik oldukları için Allah onların ne diyeyim basiretlerini bağlanmış, ağıllarını başlarından almış. Yani onlara hakkı göstermemiş diyen onlar ayelerde buyurduğu kimi kördüler, kardılar. Ha? Eşitsen, eşittirsen, desen eşitmezler, göstersen görmezler. Deməli bununla bağlı tövhid niməti bu cür başlıq. Yani biz ne kadar şükür etsek vallahi azdır. Yani etrafımıza baxaq, hele o milyardlarla olan birbaşa heç özlərinin İslam'a belə nisbat etməyən insanları hələ demirəm. Çində olsun, hemen bu Hindistan ve o tərəflərdə şərqdə olan insanlar olsun. Yani tam açıq-aşkar bütpərəstlik deyirsən, bütpərəstlik, ağacpərəstlik, nə bilim, heyvanpərəstlik, nə bilim, yani iğrenç şeylərə ibadət eləyirlər. Onları ilah adlandırırlar. Yani bildiğimiz bütün ve bilmediğimiz ibadetler sərf edirlər onlara. Yani ona göre Allah elhamdülillah vaktiyle biz de yani Müslüman değildik. Allah bize İslam nasip eyledi, tövhid nasip eyledi. Bunu ne kadar buna şükür etsek o kadar azdır. Burada sadece bir misaldır. Dediğimiz gibi Hindistanlıların müşrikleriyle bağlı ki tövhidin nimetini o istihdar deyilen bir şey var. Her an yani ağlımızda tutaq. Heç vaxt onu unutmayaq. Her an yani onu yadımızda saxlayaq. Nə qədər böyük nimət olduğunu. Deməli müəlliflər deyir ki, Hindistan universitetlərindən birində böyük müəllim, yəni Oran Universitetinin böyük müəllimlərindən olan bir professorun yanında müsəlman bir tələbə oxuyur. Hadisədir. Hindistan'da okuyor. Üniversitede bir büyük hem de adi yok böyle büyük. Bu niye diyor? Yani dünyevi savat, ilim, büyük profesör vesaire hem de büyük adi yok. Büyük müəllimlerden biri. Yani böyle tanınmış büyük profesör. Onun yanında bir Müslüman okuyor. Yani misaldır. Mühazirə leksiya bitdikdə tələbə nədir? Müəllimə yaxınlaşdı ki, üzləşdiyi bəzi problemləri ona təqdim etsin. Problem dediğimiz yani işgalət, yani bilmədim necə şeydir. Yani dərslə bağlı, yani dərslə bağlı anlaşmalı, qaranlıq bir məqamlar və s. bu cür müşkül bir məsələləri, qaranlıq məsələləri ona nədir? Soruşsun ki, bunu başa düşməyib və nədirsə. Bu anda müəllimdən xoşa gəlməz bir qoxunun gəlməsini duydu. Duydu deyirlər də inşallah qoxu. Hiss etdi, iyi. Xoşa gəlməz. Yəni, yaxınlaşdı ki, sual versin, iyi hiss etdi. Tələbə ona, həmən müsəlman tələbə, müəlliflərin dediyi, tələbə ona dedi, bu nədir ey müəllim? Yəni, mənim bu nə idi də bu? Bu nə edir? Cavabında dedi ki, müəllim, bu ilahın
sidiyinin qoxusudur. Allah korusun. Hemen ineği. Burada ineği şeklinde var. Yani böyle biraz bulanık şekli var. Gözleri görsənməsin. Yani bu ineğinle, yani bu profesör nedir? Sidiğde çimilmiş, ineğin sidiğinde. Yani Allah korusun ne kadar bu hadi bir misal müşrikler ne kadar yani bu cür şeyleri böyle insanların normal təbiəti, fitretten gelen normal təbiəti, fitreti pozulmamış. Yani insanların hiç böyle kabul etmediği bir şeyleri emel edirlər. Yani ineğin. Sonuçta gel yani ineğin. Burada ineği nəzərdə tutulur. Allah korusun. Elhamdülillah. Ve nimetel İslam. Deməli, burada e, dediğimiz gibi bu 5 iz var idi bıraktığı tövhidin her bir fərqdə bıraktığı izlərdən. Və dediyimiz kimi tövhidin əsli var, vacib kamilliyi var, müstəhəb kamilliyi var. Yəni insan nə qədər iman, salih əməl, həmən o tövhidin dediyimiz imanın, əqidənin nə qədər kamil olsa o insanda bu dediyimiz səmərələr də hamısı onda kamil olar. Hemen kurtulmak, korkudan salamatda qalmaq vesaire. Ne kadar o şeyler eksi olarsa o kadar bu semereler de eksi olar. Hemen eynən o ayədə dediyimiz kimi hemen onlar üçün əminamanlıq vardır ve doğru yola yönəlmişlər də onlardır. Orada nedir? Dünya və axirətdə nə? Dünya əminamanlıq nedir? Ve hem hidayət nedir? Hemen o insanın imanı ve salih əməlləri səviyyəsindədir. Ne kadar mükemmel olsa, kamil olsa o kadar da əminamanlığı, o qədər də hidayəti mükəmməl olur. Nə qədər əksiksə, o da o qədər o nisbətdən əksi olar. İndi ictimaiyyətə buraxdığı izlərdən bəziləri, yəni işte artıq toplum olaraq. Bu nədir? Ki, böyük nemətlərdəndir. Böyük nemətlərdəndir. Birliyin ən başlıca səbəbidir. Ən böyük səbəbidir. Yəni insanlar tövhid əhli olduqdan sonra mütləq onların arasında vəhdət, birlik baş verir. Vəhdət. Yəni biri müşrik, biri müvahhid. Bu birlik necə ola bilər? Mümkün olan şey deyil. Mütləq ixtilaflar olacaq. O buna, bu buna dəvət edəcək. Hər kəs özünü haqlı bildiyi üçün öz dininə dəvət edəcək və s. Birliyin olması mümkün deyil. Amma tövhid olandan sonra səhvlərin də saf, yəni cərgələrin də birliyi olur. Tövhid olur. Yəni bu nədir? Həmən dediyimiz kimi ictimaiyyətin birliyinə bir başlıca səbəbdir və buna dəlillər çoxdur. Hətta sahabələrin dövründə ayələrdə dediyi kimi, məsələn Allah Subhanahu taala buyurur ki, iman gətirənlər deməli Allahın ipindən cəmaət şəklində, birliklə, yəni cəmiyyən hamılıqla yapışın. Bir vaxt xatırlayın ki, siz düşmən idiniz, Allah sizi qardaş etdi dində. Bir-birinə bildiyimiz kimi ən azından elə ənsarları götürək. Avs və Xəzrəc qəbiləsi uzun sürən nədir? Aralarında nədir? Müharibələr baş vermişdir. Müharibə. Amma sonra nə oldu? Bir-birinə qardaş, hiçbir şey olmamış kimi. Başqa ayələrdə deyir, Allah Subhanahu taala buyurur ki, bu Allahın ayələrindəndir. Məsələn, deyir ki, sən onların qəlblərini necə birləşdirdiklərinə bax. Sən dünya malını xərcləsəydin belə, yəni dünya ilə birləşən bir şey deyil. Dünya bugün var, sabah yoxdur. Deməli, bugün birlik var, dünyaya görə birlikdə, sabah yoxdur. Amma nədir, sən dünyanın hamısını xərcləsəydin belə onların mənaca deyirik, təbii onların qəlblərini bu cür birləşdirə bilməzdi. Amma Allah birləşdirir. Nə ilə birləşdirir? Həmən imanla, tövhidlə birləşdirir. Yəni, ən böyük səbəbdir. Tövhid ən böyük səbəbdir ictimaiyyətə, topluma, cəmiyyətə buraxdığı izlərin ən böyüklərindən nədir? Onların bir olması. İkinci, yani burada olarak ictimaiyyətə aid, buna aid ayə keçmişdir ki, yeryüzünün varisləri olmaq, xəlifələr olmaq, yeryüzündə qorxunun olmaması, əminamanlığın olması və s. orada nə keçmişdir? Ayədə şərt olaraq biz dedik ki, şərtdir. Onlar tək mənə ibadət edirlər. Heç bir şeyi şərik qoşmurlar. Bu da tövhiddir. Şərt bu idi. Şərti yerinə yetirəndən sonra neyin şərtidir? Həmən o üç şey var idi orada. Dini təmkin, istixlaf, yəni yeryüzü xəlifələr, varislər olmaq və qorxudan sonra əminamanlığın gəlməsi. Ondan sonra burada elə üçüncü və sonuncu deyəcəyimiz qardaşlıq. Bu da birliyə bənzər bir şey, qardaşlıq. Yəni İslam dini qardaşlığı da tövhid sayəsində olur. Nə qədər problem varsa, ayrı
tefrige varsa vesaire bu nevi tövhidin dediğimiz gibi ya kökünden olmamağındandır. Müşrikle muvahhidin ne birliği. Ha? Yani ne vehdeti, ne kardeşliği mümkün olan şey değil. Ya da ki eğer Müslümanlar arasında olan bir şey ise demeli hemen o dediğimiz esil tövhidi var ama tövhidin vacibliği, vacip kamilliği ya müstehep kamilliğinde nagisliği var ki demeli o kardeşliği de birlikte de nagisliği var. Dediğimiz gibi bunlar mükemmel olsa hemen tövhidin dereceleri mükemmel olsa onun semeresi olan hemen birlik ve kardeşlik de mükemmel, kamil şekilde tam eksiksiz olar. Sonunda da bir rivayet diye onu da tutarak İbn Ömer'e radıyallahu anh'a Ömer'in oğlu radıyallahu anh'dan Allah her ikisinden razı olsun. Bir tabi'in yazır ki mənə xülasə olaraq elmin hamısını, yəni bütün elmi elə bil ki bir xülasədə mənə bildir, təqdim et, mənə yaz. O da üç nəsihət, məsləhət yazır. Yazır birincisi ki elm çoxdur. Yəni elm çoxdur bu. Yəni bir məktubda yazılısı bir şey deyil, həm də bütün elmi. İşte elm çoxdur. Amma bu üç şeyi bacarsan, bu üç şeyi etmədən ki bu əksi nəsihət olur. Allahla qarşılaşmağı bacarsan bunu et. Bu sənə kifayət edər. O da üç şey nedir? Müslümanların yani mənaca deyir orada Ərəb dilində biraz sözler bizim dildə biraz tam uygun tercüme olunur. Yani hərfi tərcümə. Yani Müslümanların qanından əlvi tut. Yani Müslümanın qanına əlini batırma. Öyle değil. Müslüman qanına, bu nedir? Qan, can. Qanına malını batırma. Karnını onların malından boş tut. Yani haram mal yeme. İnsanlar başkasının malını haram yolla yeme. Üçüncü de onların irzlerine yani şerefine dil uzatma. Dil uzatma. Her şey dahil. Yani ne? Canları, malları ve kanları dediği ve irzleri. Yani namusu, şerefi, izzeti nedir? Senin dilinden, emelinden nedir? Salamat kalsın. Bu üç şeye emel etsen, onlardan salamat kalsan, Allah'la karşılaştığın gün bil ki yenine insan kurtulur. Bu da böyle bir nasihat. Allah bizim hamımıza eşli faydalar demesin. Allah bizim hamımızı Müslümanların hele kafirlerin böyle haksız yere kafirlerin malına da yani hak haktır. Kafirin de özüne göre hakkı var. Kafir var canı malı halaldır. Kafir var hadiste buyurduğu kimi zimme ehlini haksız yere kim öldürerse cennetin iyisini böyle duymaz. Müslümana aittir bu. Yani her bir insanı ister Müslüman olsun bazı Müslümanlar görsen ki kanı halal olur her hansı bir emele göre. Mesela Allah kısas olarak veya yakın umumen değil yine haksız İster kana, cana, haksız ister mala, haksız ister irze, insan şerefine dokunmaktan Allah bizi hamımızı korusun. Ve Allah bize eşit faydalar eylesin, bize hakkı hak olarak göstersin, ona tabi olanlar da eylesin. Batılı da batıl olarak göstersin, ondan çekinenler de eylesin. Ve akulu kavle hâdâ ve estağfurullah li ve lekum ve lisâil muslimin. Subhanakallahumma ve bihamdik. Eşhedü en la ilahe illen ente estağfiruke ve etûbü ileyk. Allahümme salli ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.